Uşaqlar, bugün keçirik Şimali Amerika, ABŞ. Yəni Amerika Birləşmiş Ştatları. Yəni baxaq görək ümumiyyətlə Amerika Birləşmiş Ştatları necə oldu, meydana gəldi. Amma deyim ki, çox həqiqətən maraqlı bir mövzudur. Coğrafi kəşflərdən sonra bilirsiniz ki, ilk dəfə Christopher Columbus gedib Amerikaya çıxmışdı, Kuba Haiti adalarına. Amma sonra Amerika Vespucci'nin adı ilə ora Amerika adlandırılmışdı, yeni qitə kəşf olunmuşdu. Və bu yeni qitənin tapılmasından sonra Avropadakı insanlar başladılar yeni qitəyə köçməyə. İlk olaraq kim gedər Amerikaya? Təbii ki, torpaqsız kəndlilər, bir də dini olaraq belə deyək də, Avropada dindarların əlindən qaçanlar. Bilirsiniz ki, Avropada orta əsrlərdə çoxlu dini müharibələr baş vermişdi. 30 illik müharibə, ondan əvvəl protestantlarla katoliklər arasında olan müharibə. Yəni ki, narazı qalanlar, narahat olanlar qaçıb gəlirdilər Amerikaya. Və 1607-ci ildə ilk İngilis koloniyası salınır. Yaxşı, bir də ki, Amerikaya gələn hansı xalqlar idi? Təbii ki, İngilislər, Fransızlar, Hollandlar, İspanlar, Portugallar və başqaları. Amma ilk İngilis koloniyası 1607-ci ildə Virginia səhvlərimizə salınmışdı. Bu İngilislər Amerikaya gələrkən Amerikada kimdən rastlaşdılar? Hindularla, yəni Amerikanın yerli əhalisi ilə. Əvvəllər normal yola getsələr də, sonralar ərazi uğrunda və digər məsələlər uğrunda bilirsiniz ki, Hinduları gələn İngilislər qırdılar və qərbə doğru Hindular köç elədi. Sonra da çox cüzi bir hissə qaldı. Yəni orada qətliyam törədildi Hindulara qarşı. Və bu dövrdə Şimali Amerikaya Afrikalılar, qaradərili Afrikalılar da gətirilirdi. Nə üçün gətirilirdi? Qul kimi işlədilmək üçün. İlk dəfə qaradərili Afrikalılar 1619-cu ildə gətirilib qul kimi satılırdı və bu qulların satışından böyük gəlir əldə edirdilər. Uşaqlar, Şimali Amerika bu dövrdə İngiltərənin müstəmləkəsi idi. Yəni ki, İngiltərədən asılı idi. 13 dənə İngilis koloniyası salınmışdı, yaradılmışdı ki, bu koloniyaların hər biri İngiltərə dövlətindən asılı idi. 1756-63-cü ildə 7 illik müharibə başlayıb İngilislər və Fransızlar arasında. Bu müharibədə İngilislər qalib gəldi və Fransızlar Şimali Amerikadakı Kanada Fransızların müstəmləkəsi idi. Kanadanı itirdilər. Fransızlar Kanadanı verdilər kimə? İngiltərəyə. Artıq bütün Şimali Amerika oldu İngiltərənin mülkü. Və İngiltərə bura, Şimali Amerika öz müstəmləkəsi kimi baxırdı. Yəni ki, sərt qaydalar tətbiq edirdi. Bundan bir də 1765-ci ildə Möhür qanunudur. Möhür qanununda deyilirdi ki, Şimali Amerikada qəzet, jurnal və s. çap eləmək üçün möhür rüsum ödənilməlidir. Bu qanun çox böyük narazılıqla qarşılanmışdı Şimali Amerika əhalisi tərəfindən. Və 73-cü ildə tarixdə Boston çay qonalığı adlı hadisə baş verir. Ostin şirkəti, bilirsiniz İngiltərənindir, Şimali Amerika sahillərinə, Boston şəhəri sahillərinə gətirdilər belə gəmidə ucuz çaylar filan və bu deməli həmin Boston şəhərindəki gətirilən bu gəmidəki malları bir qrup Şimali Amerikalı atdı dənizə, hücum elədilər gəmiyə və gəmidən dənizə boşaltdılar. Bu da tarixdə qaldı Boston çay qonalığı. Səbəb nə idi? Səbəb İngiltərəyə etiraz idi. İnsanlar İngiltərəyə etiraz edirdilər ki, bizə öz müstəmləkən kimi baxın. Baş verən bu proseslərin nəticəsi İngiltərəyə qarşı olan narazılıqlar Şimali Amerikada birinci istiqlaliyyət mübarizəsinin başlamasına gətirib çıxardı. İstiqlaliyyət müharibəsi 75-83-cü illərdə baş vermişdi. Bu dövrdə İstiqlaliyyət müharibəsində ordunun rəhbəri, hamınızın adını eşitmişsiniz, George Washington idi. Eyni zamanda İstiqlaliyyət müharibəsindən başlamasından bir il sonra 76-cı il 4 iyulda azadlıq bəyannaməsi qəbul edildi. Beləliklə tarixdə indiki bildiyiniz, dünyaya meydan oxuyan Amerika Birləşmiş Ştatları yaradıldı. Amerika Birləşmiş Ştatları 76-cı il 4 iyul tarixdə istiqlaliyyət bəyannaməsi ilə yaradıldı. Ordunun başında George Washington idi. Kimə qarşı döyüşürdülər? Təbii ki, İngilislərə qarşı. 77-ci ildə tərəflər arasında Saratoga döyüşü baş verir və bu Saratoga döyüşündə George Washingtonun rəhbərlik etdiyi ABŞ ordusu qalib gəlir. Saratoga döyüşündən sonra Fransa
rəsmi olaraq ABŞ-ı dövlət kimi tanıyır, ona hər cürə dəstək verir. Ardı ilə İspaniya və Hollandiyada İngiltərə əleyhinə ABŞ-la müqavilə bağlayır. 81-ci ildə Yorktown döyüşündən sonra yenə ABŞ qalib gəlir və nəhayət 83-cü ildə Fransanın Versal sarayında İngiltərə və ABŞ arasında müqavilə bağlanır. Müqaviləyə görə deməli, Allegan dağlarına, Mississippi çayına qədər olan ərazilər verilir ABŞ-a. Yəni, ABŞ müstəqil dövlət kimi öz varlığını saxlayır. Versal dünyanın mərkəzidir. Hər şey orada. 87-ci ildə ABŞ-ın ilk konstitusiyası qəbul edilir. İlk ABŞ konstitusiyasında deyilir ki, 3 dənə hakimiyyət var. Qanunverici, icra edici və məhkəmə. Qanunverici hakimiyyətdə deməli 2 palatalı idi. Parlament kimi. Burada var idi yüksək və aşağı palata. Yuxarı palata senat idi, aşağı palata isə nümayəndələr, yəni ki, xalqın içindən gələnlər. İcracı hakimiyyətin başında prezident idi, 4 illik seçilirdi, qanunlara veto qoyma hüququna malik idi. Məhkəmə hakimiyyəti isə senatorlar tərəfindən, senat tərəfindən təsdiq edilirdi və prezident tərəfindən ömürlük seçilirdi. Məhkəmə neyinirdi? Konstitusiyanın düzgünlüyünə deməli, baxırdı ki, konstitusiya düzgündür və ya digər əsasən işlərin düzgünlüyünü yoxlayırdı. 91-ci ildə konstitusiyaya ilk əlavə edilmişdir ABŞ-da. Bu əlavədə deyilirdi ki, bu çox önəmlidir, testlərə çox düşür. 1791 ildə 1866-cı il düzəlişi deyəcəyik. Bu düzəlişdə deyilirdi ki, vətəndaşlara mətbuat, söz, vicdan azadlığı verilir. Yəni, sərbəst toplaşmaq, istədiyi əqidəni seçmək və s. George Washington 89-dan 99-a kimi idarə etmişdi dövləti. Thomas Jefferson isə 1801-ci ildən 1809-a qədər. Yeri gəlmişkən, İstiqlaliyyət bəyannaməsini kim tərtib etmişdir? Thomas Jefferson tərtib etmişdir. Thomas Jefferson dünya tarixində 100 ən çox öyrənilən şəxsiyyətdən biridir. Çox ədalətli insan idi və onun əmlak senzini ləğv etməsi, müəyyən digər humanist qanunlar qəbul etməsi onun nüfuzunu daha da artırmışdır. Ancaq Amerika deməli, qanun konstitusiyasında belə bir maddə var ki, 2 dəfədən artıq prezident seçilə bilməz. O da 2 dəfə prezident seçilib, sonra seçilməmişdir. Yəni də çıxmışdır. 12-14-cü illərdə uşaqlar 2-ci dəfə İngiltərə ilə müharibə edirmiş. Bu dəfə nə üçün müharibə elan edir? Çünki ABŞ haram tutmaq istəyirdi, Kanadanı tutmaq istəyirdi. Buna görə də müharibə olur. 14-cü ildə Belçikada Gent müqaviləsi bağlanır. Müqaviləyə görə İngiltərə ABŞ-a öz müstəmləkəsi kimi baxmaqdan tamamilə əl çəkir. ABŞ-dan eyni öz növbəsində Kanada olan iddialarından tamamilə əl çəkir. Bu da belə. Artıq İngiltərə ilə müharibə söhbəti də bitdi. 1823-cü ildə ABŞ prezidenti Monroe tərəfindən Monroe doktrinası irəli sürülmüşdür. Doktrinada nə deyilir? Doktrina nə deməkdir? Bir siyasət kimi düşünün, Monroe siyasəti, belə düşünün. Burada deyilirdi ki, ABŞ Latin Amerikası ölkələrinə təsir göstərməlidir. Niyə? Çünki Avropa dövlətlərinin Latin Amerikasındakı təsirini azaltmaq üçün. Nə edirdi ABŞ? Latin Amerikası ölkələrinə pul verirdi, yardımlar edirdi. İqtisadi cəhətdən öz asılılığında saxlamaq istəyir. Bu çox önəmlidir, testlərə düşür. ABŞ nə edir? 1803-cü ildə Fransadan Louisiana'nı satın almışdı. 1867-ci ildə ona göstərildi. Rusiyadan Alyaskanı, 7,2 milyon dollar almışdı Alyaskanı. Ərazilər aldı. Sonra Meksikadan New Mexico'nu almışdı və digər əraziləri satın alırdı, torpaq kimi. ABŞ-da bir də vətəndaş müharibəsi baş vermişdi. Vətəndaş müharibəsi 61-65-ci illərdə. Vətəndaş müharibəsi niyə baş vermişdi? Ona görə ki, ABŞ-ın şimalı ilə cənubu arasında bir fərq var. Şimalda cənub torpaqları daha bərəkətli idi, orada qullular işlədilirdi, quldarlıq quruluşu var idi. Şimalda isə daha humanist qaydalar var idi. Və 1861-ci ildə, 60-cı ildə prezident seçilir Abraham Lincoln. Abraham Lincoln isə respublikaçıların nümayəndəsi idi. Baxın, demokratlar var idi, respublikaçılar var idi. Respublikaçılar 1854-də yaradılmış bir partiya kimi. Demokratlar isə 1820-ci illərdə. Abraham Lincoln prezident seçilir. Deyir ki, mən ölkədə quldarlığı ləğv etmək istəyirəm. Artıq elə dövrdür ki, quldarlıq olmazdan
Bu cənubdakı ştatlar da Amerikanın cənubundakı, Şimali Amerika, ABŞ-ın cənubundakı ştatlar deyirlər ki, yox, biz quldarlığın qalmasını istəyirik. Belə olan halda onlar ayrılırlar. Cənub ştatları ayrılır, nə yaradırlar? Bunu yazmamışam, bura qeyd edeyim. AŞK, Amerika Ştatları Konfederasiyası yaradırlar. Cənub ştatları ayrılır və Amerika Ştatları Konfederasiyasını yaradırlar. Və bəs deyilmiş kimi, Amerikanın şimalındakı ştatlara müharibə elan edirlər. Və müharibə 61-63 və 61-62 bir də 63-65-də baş vermişdi. Müharibənin gedişində Abraham Lincoln'un rəhbərlik etdiyi Amerika deyir, yəni dövlət. 62-ci ildə Homesteadlər haqqında qanun qəbul edir. Homesteadlər haqqında qanunda o deyilirdi ki, hər bir Amerikalı yəni torpaq sahibi ola bilər. Kim istəsə dövlətə müraciət edilsin, dövlət ona nə qədər 160 akrdır, nə qədərdir, yəni böyük torpaq sahələri verirdi. Bundan əlavə, 63-cü ildə ABŞ-da köləlik ləğv olundu, quldarlıq ləğv olundu. Və bütün bunlar Şimal və Cənub arasındakı mübarizənin qısa olaraq nəticəsi 65-ci ildə vətəndaş müharibəsində ABŞ qalib gəlir, Cənub ştatları məğlub olur. Cənub ştatlarına dəstək verən kimlər idi desəz, Avropa ölkələri, Fransa və s. Paytaxtı bunun Richmond idi, səhv etmirəmsə, kitablarımızda yoxdur. Bunun paytaxtı Richmond idi, Amerika Ştatları Konfederasiyasının. Vətəndaş müharibəsinin başa düşdüyü səbəbini şimalda quldarlıq ləğv edilmişdi, ölkənin cənubunda isə quldarlıq qalırdı. Quldarlığı Cənub ştatları ləğv etmək istəmirdi, buna görə ölkə iki hissəyə parçalanmışdı. Cənub öz müstəqilliyini elan etmişdi. Nəticədə də Amerika qalib gəldi və 66-cı ildə konstitusiyaya ikinci düzəliş baş verdi. İkinci düzəlişdə deyilir ki, bütün Amerika vətəndaşları qanun qarşısında bərabərdir. Bu qara dərilidir, bu ağ dərilidir, bu yaşıl dərilidir. Yəni bunlara fikir verilmir. Yeri gəlmişkən, vətəndaş müharibəsinin bitməsindən bir neçə ay sonra Abraham Lincoln sui-qəsd nəticəsində öldürülür, Amerika prezidenti. Amerikanın iki prezidenti sui-qəsd nəticəsində öldürülür. John Kennedy, bir də Abraham Lincoln. Kennedy'nin keçəcək, 11-23-63-də. Konstitusiyaya düzəlişdə belə, baxın bu Homesteadlər haqqında qanun, köləliyin ləğvi, konstitusiyaya ikinci düzəliş, bunlar testlərə ən çox düşən məsələlərdir. ABŞ-ın 20-ci əsrinə baxsaq, ümumiyyətlə ABŞ bütün dünya ölkələrini ötüb keçdi, sənayedə və digər sahələrdə dünyada birinci yerə çıxdı. 1900-1903-cü illər böhranında bir qədər insarlaşma baş verdi. İnsarlaşma nədir? Yəni ki, şirkətlərin vahid halda tutulması. Bir var ki, uşaqlar, 5 dənə balaca mağaza var, o mağazalarda hər öz məhsullarını satır. Bir də var ki, böhran baş verir. O 5 dənə mağaza bağlanır da, satışa gedir. Onlar biriyinə bağlanırlar. Bir dənə vahid yaranır. Yəni ki, insarlaşma o deməkdir. Və Amerika prezidenti 1920-1909-cu illərdə Theodore Roosevelt olmuşdur. Theodore Roosevelt hakimiyyəti dövründə trestlər əleyhinə qanun, bir də böyük dəyənək siyasəti keçirmişdir. Trestlər əleyhinə qanun, o dediyimiz iqtisadi məsələdir, insar birliklərə qarşı mübarizə aparırdı, dövlətin inkişaf edilməsinə, dövlətin iqtisadiyyata təsir etməsinə çalışırdı. Böyük dəyənək isə, uşaqlar, Monroe doktrinası ilə eyni şeydir. Böyük dəyənək Monroe doktrinası, təqribi eyni şeydir. Latin Amerikası ölkələrini dəyənək altında, məcazi mənada desək, dəyənək altında saxlamaq üçün idi. Latin Amerikası ölkələrinə iqtisadi, siyasi təsir göstərir. Necə ki, indi göstərir. Yəni, gördünüz də, girdilər Venezuela prezidenti. Yəni, Latin Amerikası ölkələrinə təsir ta o vaxtdan bəri var. Görün, baxın. Woodrow Wilson isə 1913-1921-ci illərdə olmuşdur və yeni demokratiya siyasəti yürütmüşdür. Woodrow Wilson eyni zamanda Birinci Dünya müharibəsindən sonra məşhur o Woodrow Wilson'un 14 maddə prinsipi var idi. Birinci Dünya müharibəsindən sonraki dünya düzənimə aid. Belə, diqqət edirik konstitusiya düzəlişlərə, əlavələrə, prezidentlərin fəaliyyətinə, bir də buradakı qanunlara. Maraqlı dərsdir və məncə rahat dərsdir. O qədər dərs.